Herkese salam. Bugün sizinle çok dadlı yemek hazırlayacağım ve maraqlı reseptlər öyrənmək istəyirsinizsə, xahiş edirəm kanala abunə olasınız və başlayaq. Qızlar, ilk öncə mən bunu diyet üçün hazırlayıram. Siz istəsəniz bunun yağını bol tökə bilərsiniz və ailənizlə birgə nuş edə bilərsiniz. Və ilk öncə kartoşkaları götürdüm, düyü kələmi doğradım. Burada dərisini çıxartdığım budlar var. Onları əlavə etdim. Daha sonra duru yağ, qırmızı pul biber əlavə etdim və bu knordan baharat əlavə etdim. Mən yeməkləri duzsuz, dadsız yeyə bilmirəm heç cürə. Onun üçün mütləq ki, mən bunun tərkibinə nəyisə baharat əlavə etməliyəm. Bu formada hazırladım. Daha sonra sobada bu şüşə qaba mən toyuqla kartoşkanı bir qoydum və içərisinə su əlavə etdim ki, yağı az olduğu üçün dedim biraz soğunu bişirsin və mən gül kələmi axırda 10 dəqiqə qalmış tökdüm yeməyin hazır olmasına. Çünki tam bişməyini heç sevmirəm. Və yanında çox dadlı salat hazırladım. Tərkibində marul, daha sonra xiyar, pomidor, soğan, limon suyu əlavə etdim. Bu formada dadlı bir yemək alındı. İzlədiyiniz üçün çox sağ olun. Hələlik.